Cəlilabad rayon mərkəzi xəstəxanasında biabırçı vəziyyət. Cəlilabad rayon mərkəzi xəstəxanasında bir çox çatışmamazlıqlar barədə zaman-zaman mediada yazılar paylaşılıb. Hal-hazırda xəstəxanada həkim çatışmamazlığı ilə bərabər bir çox avadanlıqlarda da çatışmamazlıq mövcuddur. 250 min əhaliyə xidmət göstərməsi nəzərdə tutulan rayon mərkəzi xəstəxanasında hal-hazırda rentgen cavabları çap etmək mümkün deyildir. İzmedias xəbər verir ki, səfərbərlik xidməti tərəfindən çağırışçıların ilkin müayinə olunması üçün göndərilən çağırışçılar Cəlilabad rayon mərkəzi xəstəxanasında tam yoxlana bilmir. Saytımıza müraciət edən çağırışçı bildirib ki, Fərəc adlı həkim rəy verə bilmək üçün ondan rentgen görüntüsünün plyonkada çap olunmuş görüntüsünü istəyir. Lakin rentgen həkimi Aslan doktor ya plyonka xüsusi lent yoxdur deyir, ya da çap edən cihazın xarab olduğunu qeyd edir. 250 min əhalinin ümid olduğu yeganə cihaz sıradan çıxıb. Maraqlıdır. Hər ay müxtəlif adlarda tenderlər elan edən bir qurumun bir cihazı düzəltməyə maddi imkanı çatmır, yoxsa burada xüsusi bir səbəblər var? Ola bilərmi ki, burada çağırışçıların rüşvət müqabilində çağırışdan yayınmasına köməklik göstərilir? Bir xəstəxana daxilində həkimlər arasında olan bu intriqa nədən xəbər verir? Araşdırmanın nəticələri barədə əlavə yazı saytımızda yayımlanacaq.